Salam əziz abituriyentlər, İnam Təhsil və İnkişaf Mərkəzinin YouTube kanalına xoş gəlmisiniz. Bugün müəyyən sualların izahını sizinlə paylaşıram. Birinci sualdan başlayırıq. Eqaistcəsinə və əhtiqanla sözlərinin fonetik dəlilinə əsasən Eyler Venn diaqramından doğru fikirləri seçin. Birinci sözümüz necə tələffüz olunur? Eqaistcəsinə, yəni y daxil olur və t tələffüz olunmur. Yəni həm səs artımı, həm də səs düşümü baş verir. Qısacası bu sözdə sadəcə kəmiyyət fərqi özünü göstərir. Keyfiyyət fərqi yoxdur. Əhtiqanlı sözündə isə əksinə kəmiyyət fərqi yox, sadəcə keyfiyyət fərqi var. L d-ya keçir, n daha doğrusu l n-ya keçir. Əhtiqanlı formasında deyilir. Və 1. Yazılışı ilə deyilişi fərqlənir. Bu sadəcə eqaistcəsinə yox, əhtiqanlı sözünə də aid olduğu üçün ortada yazılmalı idi. Qısacası 1-i götürmürük. Həm səs düşümü, həm də səs artımı var. Y daxil olur, t tələffüz olunmur. 2-ni ala bilirik. Eqaistcəsinə sözünə uyğundur. Vurğusu sonuncu hecadadır. Eqaistcəsinə sözündə deməli, cəsinə şəkilçisi zərf düzəldən leksik şəkilcidir və yadda saxlayaq ki, bu şəkilci vurğunu özündən bir əvvələ atır. Qısacası vurğu i-nin üstündədir. Eqaistcəsinə deyirik. Və 3 birinci sözə aid olmadığı üçün ortada yazıla bilməz. 3-ə baxmırıq. Kar qarşılığı olmayan samit işlənib. Eqaistcəsinə sözündə n var. Əhtiqanlı sözündə 2n, 2n var. 4-ü də alaq. Eyni samitlər müxtəlif səslərə çevrilir. Əhtiqanlı eyni l samitləri n səslərinə, n səslərinə keçir. 5-i alırıq. Cingiltili samitlər kəmiyyətcə daha çoxdur. Əhtiqanlı sözündə cəmi bir kar samit var, t. Qalan hamısı cingiltilidir. Eqaistcəsinə sözündə isə s-lar 2 kar samit var. Qalan hamısı, hətta artırılan y da cingiltilidir. Qısacası 6 sadəcə əhtiqanlı sözünə deyil, eqaistcəsinə sözünə də aid olduğu üçün ortada yazılmalı idi. Cavabımız 2, 4, 5 D variantı. Keçək növbəti suala. Deməli, növbəti sual. Hansı sözün tələffüzə əsasən aid olduğu nitq hissəsini dəqiq söyləmək olmaz? Dadlı sözü bilmirik. Dadlı, ləzzətli sifətidir, yoxsa filankəs bu yeməyi daddı, yedi anlamında, dadına baxdı anlamında feildir. Qısacası cavab A variantıdır. Gəlin digərlərini izah edim. Çatdır. Bu bağlamanı get filankəsə çatdır. Feil kimi. Lakin düşünsəz ki, bu əlimdəki çatdı, qabardı. Bu zaman isim olanda r-sı tələffüz olunmamalıdır. Bu söz sadəcə çatdırmaq feili kimi işlənir. Tutdur feildir. Amma bu meyvə tutdu desək, yenə də xəbərli şəkilçisinin r-sı tələffüz olunmamalıdır. Bu sözdə sadəcə tutturmaq feili kimi işlənir. Oxunmalı sözü vacib şəklində olan feildə olanda, feili sifətdə olanda, yenə də günün sonunda bu feil kimi işlənir. Bir nitq hissəsidir. Xalıya sözü xalça anlamında və yaxud da xalaya anlamında işlənə bilər. Hər iki anlamda da isimdir. Qısacası cavab A variantı. Hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır? Mən aşiq gül əndama, çıxıbdı gülən dama, olan bir atlas köynəyə yaraşan gülən dama. Burada hər şey qaydasındadır. Hətta atlas sözü də düz yazılıb. Atlas parça növüdür. Atlas s ilə yazılarsa xəritələr toplusudur. Burada hər şey qaydasındadır. Bizdən də bütün sözlər doğru yazılan istənilir. Biri götürə bilərik. Gümüşüm tunç oldu, zərziban bez. Qəlb çıxır aldığım mal, qoca bəxtim. Burada qəlb yazılmalıdır. P ilə yazılmalıdır. Nəyə görə? Qəlb bizim qəlbimiz, ürəyimizdir. Qəlb saxta mənasında işlənir. Məsələn, qəlb pul. Burada da saxta mənasında olduğu üçün P ilə yazılmalıdır. 2-ni götürə bilmirik. Savadlı gənclərin bəyazı olardı. Bu bəyazlara ana dilindəki şeirlərin nəfs parçaları köçürlərdi. Nəfs tamahdır. Məsələn, artıq nəfs tamah baş yarar. Amma burada nəfis yazılmalı idi. İni görməli idik. Nəfis isə incə, lətif mənasına işlənir. 3-ü ala bilmirik. Dedim ey gül, niyə etdin məni zülfündə əsir? Dedi, divanə olan şəxsə gərəkdir zəncir. Burada da hər şey düz yazılıb. Əsir sözü də doğru yazılıb. Əgər əsr olarsa,
qərinələr 100 il anlamında işlənər, amma belə düz yazılıb hər şey. Burada əsir anlamındadır. Mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq kampaniya deyil, daimi işdir. Burada kompaniya yazılan şirkətdir. Kampaniya isə müəyyən işlərin cəmidir. Qısacası bu A ilə yazılmalıydı. İndi ancaq doğru yazılanları seçiriksə, daha doğrusu 1 ilə 4 bizim cavabımızdır. Əgər bu tipli izahların YouTube kanalımızda daha tez-tez paylaşılmasını istəyirsinizsə, sadəcə kanalımıza abunə olub, bildirişləri aktiv edin və biz tərəfdən paylaşılan videoları gözləyin. Sağ olun, özünüzə yaxşı baxın.